Polşada restoranlarda servis zəif demək istəmirəm, amma distans da var. Səni tam da başa düşmürlər, işin görür. Hə. Yəni bizdə budur deyil. Ciddi yanaşmırlar. Axı o qədər də iş prinsipi, bəs maaş, aldığın maaşa dəyən iş. Bax, keçən dəfə xüsusi bir ad günü üçün yaxın bir adam rezervasiya edib və saytda xüsusi qeyd edib ki, mənim ad günümdür, xüsusi stol istəyirəm şəkil üçün. Ondan sonra aralarında mailləşmə falan gedib ki, baxın, mənə yaxşı stol verin. Getmişik, İspan restoranıdır. Bir dənə stol veriblər, restoranın dibidir və qaz turbası falan gedir də oradan. Və administrator Polka qayıdıb deyir ki, mən başa düşmürəm bu restoranda, bu stolda nə var ki? Odur da tema, onlara görə əslində hər şey eynidir orada. Bütün restoran, bütün oturacaqlar hamıya görə eynidir. Mənim bir requestim var, şəkil çəkmək üçün yaxşı bir yer. Okay. Yəni bunu rezervasiya edəndə heç mi düşünmürsən ki, mən burada necə şəkil çəkdirəcəm? Amma bundan əlavə mənim sualıma qayıtsaq, burada restoranda xidmət verən ofisiantlar və yaxud ofisiantkalar sanki işini yox da belə ikinci işdir də, gəlmişəm elə belə işimi görməyə. Murat, ofisiantlıq işində mən belə düşünürəm ki, xüsusən də belə elit restoranlarda ofisiant sənə həqiqətən yaxşı yanaşmalıdır. Atıram, yeməyi verdim, getdim ofisiantını mən xoşlamıram. Yorğun ola bilər insanlar. Fetiş restoranda Gəlir səndən söhbət edir, danışır. Yeməyi verəndə arada bir məsləhət edir, xırda bir. Mən o tip ofisiantı daha çox xoşlayıram. Bu hansı ofisiantlardır? Türk ofisiantları tipində. Niyə istəyir? İndi orada bir şey də var axı, bizim cana yaxınlığımız. Onlar biraz distansdır da. Okay, yəni sən yemək yeməyə gəlmisən, sən öz şəxsi alanıma girmirəm, zakazımı götürürəm, vəsə. Bu qədər. Bilsən Azərbaycanda daha çoxdur tips məntiqi yoxsa Polşada? Polşada mən deyərdim. Amma məndə heç vaxt nağd olmur. Ona görə də verə bilmirəm. Ay sağ ol, çoxluq problem. Bax, dünən biz oturduğumuz yerdə mən dedim ki, qardaş, sən necə çay boy verə bilərəm? Orada da maraqlı bir sistem var idi. Xüsusi kartı skan edib çay boy verə bilər. Biliklə də ola bilər deyə bilərsiniz, amma ona da qəbul eləmirlər. İkisi ofisiantlar olsun.